Salam hər kəsə. Bugün sizinlə 9 illik toplu testlərindən işləyəcəyik, mix test. Baxaq birinci sualımıza. Səhifə 31-dədir. Deməli, burada nəyə diqqət edirik? People nöqtədən sonra verilən isim cəmdədir. Cəm isimlə bunlardan hansı işlənir? A few cəm isimlə işlənir. Bir də few cəm isimlə işlənir. Little, a little isə sayılmayan, yəni uncountable isimlərlə işlənir. A lot isə ümumiyyətlə isimlə işlənmir. İsimlə işlənmək üçün gərək yanında of olardı. İndi baxaq, deməli, only-yə. Only-dən sonra nə gələr? Only-dən sonra ya a few gəlir, ya a little və ya some. Baxırıq. Deməli, biz burada sayılmayan isimlər olduğuna görə B, A, D variantlarını ələdik. Only-dən sonra da a few gəldiyinə görə Y variantını seçirik. İkinci sualımızda həminki kimidir. Eyni ilə gördüyünüz kimi cəm isim gəlib nöqtədən sonra, amma əvvəlində only olduğuna görə only ilə işlənir a few, bir də a little. A little cəm isimlərlə işlənməz, qalır a few. Növbəti suala baxırıq. Burada inkarda verilən cümləyə cavab tapmalıyıq. Joseph doesn't know German. Joseph Alman dilini bilmir, yəni Alman dilini də bilmir. Bil də həmçinin. Bil də həmçinin cümləsini tapmalıyıq. Nəyə diqqət yetirməliyik? İnkar cümləmizlə hansılar işlənə bilər? To təsdiqdə işlənir. Ayzə olan yerdə not olmalıdır. Deməli, C, Y getdi. So təsdiq cümlələrində işlənir. Nayzə inkar cümlələrində işlənir. Bir də ayzə. Lakin fərqə baxaq. Deməli, bizim öz cümləmizdə does'dır köməkçi feilimiz. Deməli, biz does olan cümləni axtarmalıyıq. Ona görə də A variantı doğrudur. Burada isə is olduğuna görə B variantı getmir. Dördüncü sualımıza baxaq. Dördüncü sualımızda xəbərə diqqət yetirməliyik. Xəbər həmişə ingilis dilində mübtədadan sonra gəlir. Could modal feilimiz var və inkardadır. So inkarda olmaz, to inkarda olmaz. Ayzə olan yerdə not lazımdır. Qaldı iki variant. Did olmaz çünki bizim cümləmizdə did yoxdur. Ona görə B variantı doğrudur. Bizə modal feil lazım idi. Beşinci suala baxırıq. Beşinci sualda yenə xəbərimiz couldn't practice. Variantlara baxırıq. İnkar olduğuna görə inkar axtaracaq. So'ları çıxırıq. Ayzə olan yerdə not olmalıdır. C çıxdıq. Qaldı. To da təsdiq cümlələrində olur deyə yalnız D variantı doğrudur. Altıncı cümlə. Yenə xəbərə diqqət yetiririk. Hasn't got. Deməli, cavabda ya have, ya has olmalıdır. Və inkar olduğuna görə inkarda işlənəni axtaracaq. To təsdiqdə işlənir. Ayzə cümlənin əvvəlində gəlmir. So təsdiq cümləsinə aiddir. Burada isə cümlənin quruluşu səhv yazılıb. Yəni so və nayzə ilə başlayan cümlələrdə özündən sonra köməkçi feil gəlir, sonra da mübtəda. Yəni cümlə quruluşu bu şəkildə olur. Ona görə Y variantı səhvdir. Cavab A. Baxırıq 7-ci cümləyə. 7-ci cümlədə xəbərimizə diqqət yetiririk. Yenə couldn't drive. Deməli, inkardır. İnkar axtarıq. To olmaz. So getdi. So getdi. Qaldı iki variant. Burada da bizim öz cümləmizdə could, yəni kənin keçmiş zamanı olduğuna görə kəni seçə bilmərik. B variantını seçirik. 8-ci cümləyə baxırıq. Xəbərimiz didn't like. İnkardadır. Deməli, so olmaz. To olmaz. İnkarda also təsdiq cümləsində işlənir. Olmaz. Y, C, A variantları getdi. Burada cümlənin quruluşu səhv verilib. Köməkçi feil sonra mübtəda olmalıdır. Həm də heç do yox, did lazımdır bizə. Ona görə qalır D variantı. Ayzə ilə not olan cümlə lazımdır. D variantı doğrudur. 9-a baxırıq. 9-a yenə xəbərimiz inkardadır. Və köməkçi feilimiz diddir. Deməli, inkardadırsa to olmaz. Baxırıq, burada cümlə quruluşu səhvdir. Getdi, həm də do bizə lazım deyil. Also təsdiq cümləsində işlənir. Nayzə olan yerdə ikinci inkar olmaz. Qaldı B variantı. Keçirik 10-cu suala. 10-cu sualda xəbərimizə diqqət yetirək. Didn't remind. İnkardır. Köməkçi feilimiz də diddir. Ona görə təsdiqdə so'ları çıxırıq. So lazım deyil bizə.
Does olmaz çünki biz did axtarırıq. To təsdiq cümləsində işlənir. Səhv yazılıb. Deməli cavab C variantı. 11-ci suala baxaq. Was there flour in the sack? Flour un deməkdir. Un. Yəni kisədə un var idimi? Yəni nə qədərsə. Ondan sonra bildik ki, a few, a little ya da some işlənir. Deməli, un sayılmayan isim olduğuna görə biz only'dən sonra yalnız a little verə bilərik. Little və unla da sayılmayan isimdə işlənən əvəzlik işlənməlidir. Yəni many olmaz. A lot of həm cəm isimlərlə işlənir, həm sayılmayan isimlərlə işlənir, lakin ikinci tərəf bizə uyğun gəlmir. A getdi, B getdi. Few işlənmir, unla C getdi. Few işlənmir, getdi. Y variantı doğru variant. 12-yə baxaq. 12-də problems cəmdədir. Deməli, a lot of-dan işlənir ki, isim gəlsin. Little, a little sayılmayan isimlərlə işlənir. Much sayılmayan isimlə işlənir. Qalır. Doğru variant B variantı. 13-cü suala baxırıq. Questions cəmdədir. Deməli, a lot-dan sonra of gəlir ki, isim gəlsin. Little sayılmayan isimlərlə işlənir. Much sayılmayan isimlə işlənir. Cavab B variantı. 14-cü suala baxırıq. A few bunches of flowers. A few-dan sonra cəm isim gəlir, doğrudur. A few loaves olmalıydı, səhvdir. Many fönçə ilə getmir, sayılmayan isimdir. Many sacks doğrudur. 1, 4 cavab D variantı. 15-ə baxırıq. Ted knows English. Deməli, burada xəbərimiz təsdiqdədir. Yəni, neither lazım deyil bizə. Neither olanları çıxartdıq. To təsdiqdə işlənir, yəni notla işlənməz. A getdi. Qaldı 2 variantımız. Knows'un, yəni bu feilin, indiki zamanda olan feilin köməkçi feili do, does'dır. Düzdürmü? Ona görə də biz am, is, a seçmirik. Cavab Y variantı. 16-ya baxırıq. Xəbərimiz is, yəni to be formasını axtaracaq və təsdiqdədir. Ona görə neither olmaz. To olanda not olmur zaten, bu səhvdir. Neither axtarmırıq. Köməkçi feilimiz to be formasıdır deyə do lazım deyil bizə. Ona görə cavabımız A variantı. Keçirik növbəti suala. 17-ci sual. Doesn't want xəbərimiz. Köməkçi feilimiz də do, does'dır. Deməli, to be forması bizə lazım deyil və inkar olduğuna görə təsdiq lazım deyil. Təsdiqləri çıxartdıq. Qaldı 2 dənə. Köməkçi feilimiz do, does olduğuna görə to be forması lazım deyil. A variantını seçirik. Növbəti cümləyə baxırıq. I didn't want. Burada deməli inkarda verilib. Sup'a baxırıq. Sup sayılmayan isimdir, yəni sulu yemək sup. Elotdan sonra dedik ki, of gəlir. Bundan sonra few'dan sonra cəm isim gəlir. Ona görə bunlar getdi. Sup sayılmayan isimdir. Few cəm isimdir. Cəm isimdən işlənir. Qalır C variantı. Növbəti sualımıza baxırıq. Nöqtədən sonra isim gəlib sayılmayan isim. Sayılmayan isimdən hansı işlənir? Bunlar hər ikisi cəm isimdən işlənir. Cəm isimdən işlənir. Elotdan sonra of gəlməlidir ki, isimdən işlənsin. Ona görə cavab B var.